Hər kəs bu müharibənin bir neçə günə bitəcəyini, ABŞ texnologiyasının İranı diz çöktürəcəyini düşünürdü. Amma tarix dərsliklərini unudanlar böyük bir səhvə yol verirlər. Bugün İran nə İraqdır, nə də Liviya. Bu videoda biz sadəcə raket zərbələrindən danışmayacağıq. Biz dünyanın ən böyük hərbi gücünün 3000 illik bir dövlət yaddaşı qarşısında necə aciz qaldığını, Vietnam kabusunun 2026-cı ildə necə geri döndüyünü və ABŞ-nin məğlub edilməz mifinin İran dağlarında necə parçalandığını analiz edəcəyik. Hazır olun, çünki bu sadəcə bir müharibə deyil, yeni bir dünya nizamının doğum sancısıdır. İndi tarixə qaydaq və Vietnamda 58 min əskərini itirən ABŞ-nin bugünkü yanaşmasının eyni formada illər əvvəl Vietnamda da olduğunu və tarixin necə təkrarlandığına baxaq. Tarix dərs çıxarmayanlar üçün ən amansız müəllimdir. 2026-cı ilin martında İranın Kələkötür dağlarında yüksələn tüstü əslində 50 il əvvəl Vietnamın sıx cəngəlliklərində sönən bir ümidin külüdür. Bugün Vaşinqtondan gələn demokratiyanı qoruyuruq, düşmən zəifləyib, bir neçə həftəyə qələbə bizimdir bəyanatları əslində 1960-cı illərin tozlu arxivlərində qalan səslərin əks sədasıdır. 1960-cı illərin ortaları ABŞ rəsmiləri bir ruh xəstəliyinə tutulmuşdu. Domino nəzəriyyəsi. Dövlət katibi Dean Rusk və Müdafiə naziri Robert McNamara iddia edirdilər ki, əgər Vietnam kommunistlərin əlinə keçsə, bütün Cənub-Şərqi Asiya bir-bir aşan domino daşları kimi çökəcək. Prezident Lyndon Johnson Amerikalılara vəd edirdi. Biz Amerika cavanlarını, Asiya cavanlarının özlərinin etməli olduğu işi görməyi üçün evlərindən uzağa, Asiyaya göndərməyəcəyik. Amma pərdə arxasında Tonkin körfəzi hadisəsini manipulyasiya edərək, hansı ki sonradan bunun bir bəhanə olduğu üzə çıxdı, minlərlə gənci cəngəlliyə göndərdi. Texnoloji üstünlük hər şeydir. Onlar belə düşünürdülər. Amerika generalları inanırdı ki, B-52 bombardmançıları, napalm bombaları və kütləvi atəş gücü qarşısında Vietnamlı kəndlilər bir neçə aya təslim olacaqlar. Onlar düşməni deyil, sadəcə xəritədəki hədəfləri görürdülər. Müharibə başladı, amma planlaşdırıldığı kimi getmədi. Amerika ordusu klassik bir düşmən axtarırdı, lakin qarşısında vahid yox, hər yerdə olan bir ruh tapdı. Vietnamlılar yeraltı tunellər qazır, gecələr hücum edir, gündüzlər isə xalqın içində yoxa çıxırdılar. Müharibə uzandıqca ABŞ rəsmilərinin televiziya qarşısında dedikləri ilə meydandakı reallıq arasındakı uçurum böyüdü. 1968-ci ilin TET hücumu hər şeyi dəyişdi. Amerika hərbi rəhbərliyi düşmən tükənib dediyi bir vaxtda Vietnamlılar bütün ölkədə eyni anda hücuma keçdilər. Bu hərbi deyil, psixoloji bir qırılma idi. ABŞ-nin daxilində iqtisadiyyat titrəməyə başladı. Böyük Cəmiyyət adlı sosial proqramların pulları müharibənin qara dəliyinə axırdı. İnflyasiya artdı, dollar dəyər itirdi. Küçələr alovlandı. Universitetlərdə etirazlar baş qaldırdı. Niyə bizim gənclərimiz uzaq bir ölkədə tanımadığı insanlar üçün ölməlidir sualı Amerikanın milli ruhunu parçaladı. İndi gələk bugünkü İran reallığına. ABŞ yenə eyni argumentlərlə çıxış edir. Rejim zəifdir, xalq bizi gözləyir, nüvə obyektlərini vursaq hər şey bitəcək. 2026-cı ilin fevralında Epic Fury əməliyyatı ilə başlayan ABŞ-İsrail-İran qarşıdurması bəzi dairələrdə 2003-cü il İraq senarisinin təkrarı kimi görülsə də, reallıq tamamilə fərqlidir. Pentaqonun strateqləri və müstəqil analitiklər bir nöqtədə həmfikirdilər. İran nə İraqdır, nə də Liviya, nə də Suriya. İranı bu ölkələrdən ayıran sadəcə hərbi gücü deyil, onun 1000 illik tarixi təkamülü, coğrafi keçilməzliyi və dövlət institutlarının dərinliyidir. İraq, Liviya və Suriya 1-ci Dünya müharibəsindən sonra qərb dövlətləri tərəfindən süni şəkildə cızılmış sərhədlər daxilində yaradılmış post-Osmanlı layihələri idi. Bu ölkələrdə milli kimlik dövlət aparatından daha gənc olduğu üçün rejim devrildikdə dövlət də dərhal çöktü. İran isə tamamilə fərqli bir fenomendir. Mediadan Əhəmənilərə, Pəhləvilərə qədər İran 1000 illərdir vahid bir siyasi və mədəni ekosistem kimi mövcuddur. İranda rejim dəyişə bilər, lakin dövlət aparatı 1000 illik imperiya yaddaşına malikdir. İraqdan fərqli olaraq İranda şiə-sünni və ya etnik qarşıdurmalar dövlətin təməlini sarsıdacaq səviyyədə deyil. İran əhalisinin 90% şiədir və fars mədəniyyəti bütün etnoslar üçün birləşdirici çətirdir.
xarici müdaxilə zamanı daxili müxalifətin belə bayraq ətrafında birləşmə effekti ilə dövləti müdafiə etməsi gözlənilən reallıqdır. Hərbi baxımdan İraq düzənliklərdən ibarət idi və ABŞ zirehli texnikası üçün ideal oyun meydançası rolunu oynayırdı. Liviya isə sahil zolağında cəmləşmiş kiçik bir əhali idi. İran isə coğrafi baxımdan bir qaladır. Zagros və Elbrus dağları, ölkənin daxili yaylasını əhatə edən bu dağlar qurudan hər hansı bir işğal cəhdini logistik kabusa çevirir. İran İraqdan 4 dəfə böyüdü. 90 milyonluq əhalini və bu qədər geniş ərazini nəzarətdə saxlamaq üçün ABŞ-nin ehtiyac duyacağı canlı qüvvə sayı təxminən 1 milyon əskər Vaşinqton üçün həm siyasi, həm də iqtisadi cəhətdən qeyri-mümkündür. İran ordusu ABŞ ilə açıq meydan müharibəsinə girməyəcəyini 10 illiklər öncə dərk edib. Buna görə də asimetrik dəniz və quruda müharibə doktrinasını mükəmməlləşdirib. Sepah, yəni inqilab keşikçiləri. Bu struktur klassik ordu deyil, həm ideoloji, həm hərbi, həm də iqtisadi bir şəbəkədir. 2026-cı ilin fevral zərbələri liderliyi zəiflətsə də Sepahın yerli hüceyrələri mərkəzdən asılı olmayaraq illərlə partizan müharibəsi apara bilər. Liviya və Suriyanın dünya iqtisadiyyatını çökdürəcək bir rıçağı yox idi. İran isə dünya neftinin damarını, Hürmüzü əlində saxlayır. Boğazın bir həftəlik bağlanması qlobal bazarlarda 1929-cu il böhranından daha ağır bir şok yarada bilər. 2026-cı ilin mart ayı üçün aparılan analizlər göstərir ki, ABŞ-nin Epic Fury əməliyyatı İranın nüvə infrastrukturuna zərbə vursa da ölkəni təslim edə bilməyib. Ali liderin öldürülməsi rejimin çöküşünə deyil, daha radikal hərbi qanadın, yəni Sepahın generallarının hakimiyyəti tam ələ almasına və total müharibə elan etməsinə gətirib çıxardı. İraq və Liviyadan fərqli olaraq İran 2026-cı ildə Şərq blokunun strateji tərəfdaşıdır. Çinin enerji təhlükəsizliyi İrandan asılıdır və Pekinin İranın tamamilə çökməyinə icazə verməsi onun öz maraqlarına zərbədir. Əgər ABŞ bu müharibəni İraqdakı kimi demokratiya gətirmək və ya rejim dəyişikliyi ilə bitirmək istəyirsə, bu Amerika tarixinin ən böyük strateji səhvi ola bilər. İranı bombalamaq mümkündür, lakin onu idarə etmək və ya parçalamaq 3000 illik dövlətçilik kökləri olan bir xalqa qarşı mümkün olmayan bir tapşırıqdır. Analitiklər xəbərdarlıq edir. İranın çökməsi regionda 10 Suriya böyüklüyündə bir xaos yaradacaq və bu xaosun qaçqın dalğası, enerji böhranı və terror ixracı bütün qərbi illərlə məşğul edəcək. Vyetnam meşələrində can verən 58 min gənc Amerikalı əslində bir xəbərdarlıq idi. Bir ölkəni bombalaya bilərsiniz, infrastrukturunu dağıda bilərsiniz, liderlərini öldürə bilərsiniz. Amma əgər o ölkənin bir tarixi yaddaşı və 1000 illik bir dövlət onurğası varsa, onu heç vaxt fəth edə bilməzsiniz. Amerika bugün İranda öz keçmişi ilə döyüşür və tarix göstərir ki, öz keçmişindən dərs almayan imperiyalar onu təkrar yaşamağa məhkumdular. Bugün İrana baxanda bir çoxları sadəcə 1979-cu ildən bəri hakimiyyətdə olan molla rejimini, basqıcı diktaturanı və dini ritorikanı görür. Lakin bu böyük bir tarixi optik illüziyadır. İranın 1000 illərlə ölçülən təqvimində son 45-50 illik dövr əslində nəhəng bir okeanda sadəcə kiçik bir dalğadır. İranın genetik yaddaşı nə bir ideologiyaya, nə də bir rəhbərin ömrünə sığır. Əhəmənilərin möhtəşəm idarəçiliyindən Sasanilərin dövlət fəlsəfəsinə qədər süzülüb gələn bu irs hər hansı bir siyasi sistemin gətirdiyi baskılardan qat-qat dərindir. Rejimlər gələr və gedər. Tarixin tozlu səhifələri devrilmiş diktatorlar və unudulmuş sistemlərlə doludur. Lakin dövlət ənənəsi, xalqın kollektiv yaddaşı və coğrafiyanın diktə etdiyi o sarsılmaz İran ruhu hər zaman yerində qalır. Amerikanın və ya digər güclərin ən böyük xətası da budur. Onlar İrana baxarkən sadəcə mövcud idarəçilik formasını görür və onu yox etdikdə hər şeyin bitəcəyini sanırlar. Halbuki bir rejimi yıxa bilərsiniz, amma 1000 illərin süzgəcindən keçmiş dövlətçilik genini yox saymaq mümkün deyil. 2026-cı ilin bu xaosunda dünya bir daha şahidlik edir ki, siyasi rəhbərlik kim olursa olsun, bu coğrafiyanın öz daxili müqavimət mexanizmi var. Tarix bizə öyrədir ki, qısa ömürlü diktaturalar dövlətin sadəcə keçici maskalarıdır.
Maskalar düşəndə isə geridə qalan o qədim və dərin dövlət onurğası yenidən özünü bərpa edir. İranla döyüşmək sadəcə bir ordu ilə döyüşmək deyil, bir tarixlə döyüşməkdir. Videonu bəyəndinizsə kanalımıza abunə olmağı və bu strateji analiz haqqında fikirlərinizi rəylərdə bölüşməyi unutmayın. Sizcə tarixin bu təkrarı dünyanı hara aparır? Növbəti analizimizdə görüşənədək. Videonu sona qədər izlədiyiniz üçün təşəkkürlər.